Axşamınız xeyir olsun, hörmətli YouTube kanalımızın izləyiciləri. Gördüyünüz kimi qrupumuz tərəfindən Salyanda. Gördüyünüz kimi bax belə bir təxmini 560 kvadrat metr ərazinin izolyasiya işləri icra olunur. Ay tarixini də qeyd edə bilərik, saatı da qeyd edə bilərik. Baxa bilərsiniz ki, köhnə kadr deyil. Ümumiyyətlə bizdə maşallah ehtiyac olmur köhnə kadr istifadə eləməyə. Belə hər gün demək olar öz işlərimiz olur. Bizim tərəfimizdən poliuretan izolyasiya işləri gedir. Deməli bizdən burada nəzərə alsaq ki, bura yaşayış sahəsi olmayacaq. Misal olaraq mebel, zat belə yığacaqlar, vitrin mebelləri, məhsullar yığacaqlar. Ona görə də çox da qalın vurmaq. Hərçənd metal örtüyə biraz qalın vurmağa və yaxud da ki, nazik vurmağa ehtiyac yoxdur. Amma buna baxmayaraq məhsulun ümumiyyətlə isti soyuq saxlama məsələsi məhsulun gücündən asılıdır. Teymur usta bu barədə sizə məlumat verəcək. Biz də işləyir, amma arada bir danışa-danışa işləyəcək. Hə Teymur usta, yorulmayasan. Allah qüvvət versin. Sağ ol, sağ ol. Nə istəyirsən? nə deyə bilərsən bu vurduğun məhsul barədə? Sual edeyim daha hansı? Misal olaraq bu qalınlıq səni qane eləyir. Bu qalınlıq bura üçün bəs edir. Bəli. Bu qalınlıq haradasa təxminən mənfi 50 dərəcə soyuq saxlayacaq. Maşallah. Bu da elə belə bir şey deyil. Həqiqətən hiss olunur. Baxın. Eyni bu qalınlıqda bizim mağazamızda eyni bu qalınlıqda vurulacaq başqa zəif məhsullar da var. Amma o bunu kim saxlamır. Yəni bu da o deməkdir ki, hər məhsulu gətirib şef eləmək məsləhət görünmür. Düzdür. İstifadə elədiyi məhsul nədir? Poliuretan. Bəli. Polinor 3D. Polinor 3D, bəli. Bəli. Bundan güclü də məhsullarımız var. Bundan zəif də məhsulumuz var. Bəli. Amma məsləhət görür ki, şiferlərə xüsusən də orada isti soyuq təhlükəsi var. Ən azı bundan, ən azı yuxarıdakı daha da sıx olan məhsulu ondan da vura bilərsiniz. Bəli. İndi vurulacaq hissələrə gedə bilərəm. Çox sağ ol Teymur usta. Sağ ol, sağ ol. Əlin qolun var olsun. Allah sizə yar olsun. Amin. Dostlarımız var olsun, düşmənlərimiz kör olsun. Demək gedirik üzü vurulan tərəflərə. İndi yatıb cəmaət qonşular da yaxşıdır. Görürsünüz, yenə boşluq qalmayıb. Bu taxta hissəsini vurmağa ehtiyac var, amma baxır harda da isti, soyuq riski olan yerlərdə. Nəzərə alsaq ki, yenə də deyirəm, bura qeyri-yaşayış sahəsi olacaq. Yaşayış sahəsində məlum məsələdir ki, pasleyanlı istilik şiddətli formada olur. Amma qeyri-yaşayış sahəsi budur ki, məsələn dediyim kimi ancaq bura mebel, vitrinləri zalı yığacaqlar ki, məhz belə deyək də, sex kimi də, belə deyək də. Ona görə qalınlıq, yəni bu qalınlıq kifayət eləyir. Faşli taxtı ilə bərabər olan qalınlıqdır. Hazırda demək olar, saat neçədir? Bir də saata baxış etmək. Saat 01:59. Saat demək olar 2-dir. Saat 2-dir, hələ biz işləyirik. İnşallah düzdür, bizim məhsullarımız çox qalıb. 1, 2, 3, 4, 5 dənə korobkamız qalıb. Demək olar 10 dənə korobka gətirmişdik. Buna baxmayaraq, baxma, gecə günüz nə qədər işləyirsən işlə. Adam yorulmur, amma gecə isə bəli, həm yuxusuzdur, həm gecə yol gəlmişik. Bax, belə şeylər yenə də adamı yora bilir. Ona görədir, çalışırıq düzdür işləyək. Çünki növbələrimiz var, təhvil verməliyik. Beləcə, hazırda işlər bu formada gedir. Sizin də vaxtınızı çox almayaq. Bu videoları belə montaj etməyə o qədər də ehtiyac yoxdur. Çünki vaxtımız da yoxdur, doğrusu. Hələ çəkdiyimiz formada da yükləyəcəyik. Demək, siz də mağazamızın yerini qeyd eləyək. Bakıdan Ticarət Mərkəzi 1-ci sıra 2-ci korpus 15-ci mağaza yaxınlaşıb həm sifarişlərimizi və məhsul seçiminizi eləyə bilərsiniz. Allah'a əmanət olun, yer iş layihələrində görüşmək ümidi ilə 114 izolyasiya qrupunun xidmətinizdədir.